Salam, bizə qoşulduğunuz üçün təşəkkür edirik. Biz burada Kabala elminin əsas anlayışları verilişindəyik. Rav Doktor Mixail Latma birlikdəyik. Salam Rav. Və sizi salamlayıram. Bu verilişimizin mövzusu hər dəfə Kabalada böyük dünyaya aid olan anlayışlardan birini götürəcək və biz çalışacağıq ki, bu anlayışı ən sadə və ən yaxın şəkildə hissimizə uyğun olaraq müəyyən edək və bugünkü mövzumuz, anlayışımız qəlbdəki nöqtədir və mən burada, bu studiyada çalışacağım ki, sizi təmsil edim və Rav Doktor Mixail Latmana suallarınızı verin, bizimlə olun və gəlin başlayaq. Rav Latman, mən Kabalaya maraq göstərməyə başladığım andan belə insanlar var ki, Kabala elminə gəlirlər, onlar nəsə hiss edirlər ki, həyatlarında hər şeyləri var, amma nəsə çatmır, nəsə daha böyük bir şey. İnsanlar var ki, Kabala ilə hansısa krizisdən sonra, hansısa faciədən sonra tanış olurlar, çalışırlar nəsə anlamağa. Niyə belə olur? Həyat onlardan nə istəyir? Və mən şəxsən maddi baxımdan hər şey mənim həyatımda qaydasındadır. Amma irəliyə, üfüqə baxanda hiss edirəm ki, nəsə çox boz, nəsə mənə darıxdırıcıdır. Və sizə olan ilk sualım belədir. Siz ilk dəfə Kabala elminə gələn bu insanlara necə baxırsınız? Onlardan hansı daxili sual olur? Rav Latman, nə deyim sizə? Mən Kabala elmini 76-cı ildə öyrənməyə başladım. 79-cu ildə öz müəllimimi tapdım. Rav Baruch Shalom Alevi Aşlaqı, Bay Sulamın böyük oğlunu və o vaxtdan mən daha dərin, daha kitablarla əlaqəli bir təhsildə oldum. Bütün böyük kabalistlərin yazdığı kitablardan, Bay Sulamın, Rabaşın kitablarından və mən təxminən 2 ildən sonra dərs deməyə başladım. Çünki insanlar gəlirdilər, məndən soruşurdular. Mən onda Rehovodda yaşayırdım və artıq bu haqda danışmağa başladım. Mən əslində dərs deməyi bilmirəm və müəllim deyiləm. Amma seçim olmadığından və bugün də belədir, artıq yaşlıyam və mənə çətindir. Amma nə olursa olsun, bu yükü üzərimdən ata bilmirəm. Mən davam edirəm. Orun, mən düz başa düşdürəmsə, sizin bütün dünyada çoxlu tələbələriniz var, amma siz ilk dəfə tələbənizlə görüşəndə siz nə hiss edirsiniz? O hansı hisslə gəlir? Rav Latman. Hər biri başqa hisslə gəlir. Hər biri başqa səbəbdən gəlirlər, başqa məqsədlə gəlirlər. Hər biri ruhunun kökünə uyğun olaraq bu çox özəl bir şeydir və buna görə mən deyə bilmərəm. Onları müqayisə edə bilmərəm. Onları hər hansı bir alətlə ölçə də bilmərəm. Orun. Mən başa düşdüm. Dediyimiz kimi bu verilişin girişində bu veriliş Kabala elminin əsas anlayışları adlanır və bugün biz çox maraqlı olan bir anlayışda diqqət yetirəcək. Buna qəlbdəki nöqtə deyirik. Mənim tanışlarımdan biri Kabalanı öyrənməyə başlayanda dedi ki, əgər mən Kabala elminə gəlmişəmsə, daha doğrusu məni bura gətiriblərsə, demək qəlbdəki nöqtəm oyanıb. Və mənim ilk sualım belədir. Əgər məni gətiriblərsə, siz bununla razısınız? Əgər məni Kabala elminə gətiriblərsə, demək qəlbdəki nöqtəm oyanıb. Rav, bu baxır insana. Elə insanlar var ki, onlar sadəcə maraq üçün gəlirlər, gələcəyi bilmək istəyirlər, sağalmaq istəyirlər, Allah eləməsin. Və başqa səbəblərdən. Amma elə insanlar da var ki, onlar sadəcə həyatın mahiyyətini bilmək istəyirlər. Mən kiməm, nəyəm, mənim həyatım nədir, mən nə üçün belə yaradılmışam, mənim gələcəyim nədir.
və mən bu gələcəklə nə edə bilərəm və s. və s. Yəni daha ciddi suallar meydana çıxır. Görürsünüz, mən şadam ki, mən bunları eşidirəm. Qəlbdəki nöqtəni necə tanıyırıq? Rav, insan hər şeyə malik olanda, yəni onun həyatında heç nəyə ehtiyacı olmayanda, yəni normal maddi anlayışda, amma yenə də o bilmək istəyir. Onun yaşamağa bir səbəbi yoxdur və o bir boşluq hiss edir. Və bugün bu çox insanlarda müşahidə olunur. Çünki əvvəlki nəsillərlə müqayisədə hər bir insan daha yaxşı yaşayır. Orun. Əgər siz özünüzə baxsanız, siz dediniz ki, 1979-cu ildə oxumağa başlamışsınız, o vaxtdan çox illər keçib, bugün özünüzə o zamandan baxanda, o vaxt hansı hissiniz vardı? Hansı ki, hiss ki, siz qəlbdəki nöqtənin oyanması adlandıra bilərsiniz. Bu necə bir hiss idi? Rav, mən bunu xatırlamıram. Xatırlamıram, çünki bütün həyatım boyu mən yalnız bu sualın cavabını eşitmək istəyirdim. Mən nə üçün yaşayıram? Mən niyə yaşayıram? Mən bu suala cavab verəcək hər şeylə məşğul olmağa hazır idim. Amma heç nə tapa bilmirdim. Mən çox oxudum, müxtəlif təhsil ocaqlarında oldum. Amma bundan heç bir fayda, heç bir cavab, heç bir məmnunluq görmürdüm. Orun. Bu mən nə üçün yaşayıram sualı qəlbdəki nöqtə ilə bağlıdır. Rav, bu əsasdır. Qəlbdəki nöqtə içindəki daxili bir nöqtədir. Və bu nöqtə qəlbi işə salır. Ruhani yaşamaq arzusu qəlbdə yerləşir və bu ehtiyac qəlbi hərəkətə gətirir və onun döyüntüsündə hiss olunur. Amma nə üçün? Nə üçün? Daha bir qəlb döyüntüsü, daha bir nəbz yetər. Əgər indi məndə heç nə yoxdursa və qarşıda heç nə görmürəmsə, o zaman niyə mən əbəs yerə səy göstərim? Və bu nəbzlər niyə mənim içimdən keçməlidir? Bu mənə niyə lazımdır? Mən bunu depressiya adlandırmazdım. Depressiya insan özünü nə ilə məmnunluğunu bilməyəndədir. Mən həyatın mahiyyətini bilmək istəyirdim. Həyatın məqsədini, mən nə üçün yaşayıram? Və mən bunun üçün heç bir yanaşma tapa bilmirdim. Orun, gəlin bu qəlbdəki nöqtə anlayışını müəyyən etməyə çalışaq. Ümumiyyətlə, bu nədir? Qəlbdəki nöqtə nədir? Rav Lightman, bu daxili istək, mən nə üçün yaşayıram sualıdır. Bu ən daxili nöqtədir və bu nöqtə qəlbi, onun döyüntüsünü işə salır. Orun, bu nöqtə nəyinsə daha böyük bir şeyin hissəsidir. Rav, əlbəttə, o bizim həyatımıza aid deyil, maddiyyətə aid deyil. Orun, bəs nəyə aiddir? Rav Lightman, həyatın mahiyyətinə, mən nə üçün yaşayıram sualına, o belə bir səviyyədə olanda bu maddi qəlbi işə salır və qəlb bədəni hərəkətə gətirir və bədən insanı yaşadır ki, o insan yaşasın və cavab tapsın. Mən nə üçün yaşayıram? Orun, Kabalada deyirlər ki, qəlbdəki nöqtə ruhun başlanğıcıdır. Bu nə deməkdir? Rav Lightman, ruh, yaradanın yuxarıdan olan bir hissəsidir. Yəni, bu, bizim almalı olduğumuz o məmnunluqdur. Və bu məmnunluq bizi həyatın mahiyyəti sualına aparacaq. Biz nə üçün yaşayırıq, hara gedirik, həyatı hansı məqsədlə yaşayırıq, burada ümumiyyətlə nə baş verir, mən bu bütün kainatla birlikdə haradayam və mən bu kainatdan nə demək üçün oluram. Mən bunların cavabını almaq istəyirəm, amma mən buna heç bir yanaşma görmürəm. Başa düşürsünüz, bu insanı sıxır. Mən özümü uşaq olanda xatırlayıram, həyətdə olanda
bizim böyük bir evimiz var idi, böyük həyətimiz var idi. Mən ulduzlara baxırdım. Bütün bunlar nə üçündür? Mən niyə buradayam? Mənim bunlardan nəyim var? Sadəcə cavabsız suallar. Və sonra mən evə qayıdırdım. Həyətdən içəri girirdim və bu uzun müddət belə davam edirdi. Mən çox uzun zaman axtarış və sıxıntı içindeydim və nə edəcəyimi bilmirdim. İllər keçirdi. Mən müxtəlif kitablar oxuyurdum. Müxtəlif elmi dərnəklərə gedirdim. Mənə heç yaxın bir şeyə belə yəni bütün bunları izah edə bilmirdi. Tamamilə izah edə bilmirdim. Və baş verən odur ki, sonra mənə İsraildə dedilər ki, görünür sən dini insanlarla necə deyərlər, kontaktda olmalısan, onlara müraciət etməlisən. Mən gedirdim, dini çevrələrdə axtarırdım, amma orada da cavab tapmadım. Və sonra mənə dedilər ki, görünür sən kabalistlərə müraciət etməlisən. Və sonra mən həmin yeri tapdım. Mənim ruhani müəllimimin, Rabaşın olduğu yeri. Bəli, və mən orada tapdım və kitabı açanda bu mənim üçün böyük bir sürpriz idi. Necə ola bilərdi ki, bu cür vacib şeylər bəlkə hər insanın cavab tapa bilmədiyi şeylər kimsə bunu bu qədər sadə şəkildə yazsın. Və yəni varlıqlar yaradılmazdan əvvəl bütün reallığı dolduran sadə yuxarı nur var idi və belə davam edir. Mən belə sətirləri oxuyanda tamamilə özümü itirdim və bilmirdim nə edim. O vaxtlar mənim təxminən 30 yaşım var idi və bugün də xatırlayıram, mən artıq 75 yaşındayam. Mən həyat yolunun bir hissəsini keçmişəm artıq və mən deyərdim ki, bütöv bir həyat keçmişəm, bütün həyatımı. Amma belə sətirləri mən heç yerdə oxumamışam. Bu məni çox təsirləndirdi. Yəni, daxilən, hissiyatıma toxundu. Haradadır mənim bütün həyatım? Haradadır mənim bütün yaşadıqlarım? Haradadır mənim ürəyimin dərinliyindəki o səssiz fəryadım? Mən nə üçün yaşayıram? Daha bir gün niyə keçir? Daha bir gün nədən? Sanki bir uşaqdan, bir gəncdən danışılır. O niyə yaşadığını anlamır. Buna görə də mən Kabalaya gələndə sadəcə həyatımı tapdım. Necə ki deyirlər, həyatımı qazandım. Və mənə məlum olanda ki, həyatın mahiyyətini tapmaq üçün insanın bütün həyatı lazım ola bilər, insanın bütün ömrü lazım ola bilər. Ta o vaxta qədər ki, insan yaradan ilə əlaqəni tapır, yaradılışı aşkar edir. Amma nə olursa olsun, o bilir ki, bu var, o bilir ki, bu mövcuddur və bu həyat onu artıq özünə cəlb edir. Yəni tapır.
Bu çox vacib bir şeydir. Ona görə də mən tapanda özümü saxlaya bilmədim. Mən yeni başlayanlar üçün kitablar yazmağa başladım. Onları cəlb etmək üçün bu barədə danışmağa başladım. Yəni, harada imkan, fürsət düşürdüsə və bu barədə eşitmək istəyən insanlarla danışmağa başladım. Və beləliklə mən elə bir vəziyyətə çatdım ki, minlərlə insan məndən keçiblər və mən bu günə qədər də belə davam edirəm. Görünür ki, ömrümün axırına qədər belə olacaq. Orun, niyə indi siz bu qəlbdəki nöqtənin oyanışı barədə danışanda mən ağlamağa başlayıram? Rav Lightman. Çünki bu səni də təsirləndirir. İnsan içindəki ən daxili istəyinə toxunur. Bir tərəfdən insan sevinir ki, həyatda belə bir şey var və biz sadəcə heyvan deyilik. Yəni bizdə hər saniyə sadəcə öz mövcudluğunu qorumaqdan başqa heç nə yoxdur. Biz istəyirik ki, məqsədimiz olsun, bizim qütb ulduzumuz olsun ki, o bizə nur saçsın. Və dünyanın böyük bir səbəbi olduğunu bilək. Bu səbəb Yaradanın özüdür. O dünyanı yaradıb. Və bu dünyanın da məqsədi Yaradanı açmaqdır. O dünyanı elə xüsusi bir şəkildə yaradıb ki, biz onu aça bilək. Və buna görə də biz sevinirik ki, bütün bunlar mövcuddur və bunlar insanlar üçündür, insanlar üçün mövcuddur. Və Yaradanın niyyəti budur ki, hamımız birləşək, bir-birimizə qarışaraq öz egomuzdan çıxaq və bu ali qüvvəni, bizim Yaradanımızı, bizi yaratmış olanı açıb onu sevindirək. Orun, mən istəyirəm ki, siz bu qəlbdəki nöqtə adını izah edəsiniz. Burada iki söz var, nöqtə. Gəlin, əvvəlcə bu ilk sözü götürək. Nöqtə nə deməkdir? Rav Lightman. Nöqtə yazmağa necə başladığımız kimidir. Hər zaman nöqtədən başlayırıq, qələmlə kağızın təmasını yaradırıq, elə deyilmi? Və buradan başlayırıq. Sonra isə nə yazmaq, nə dərk etmək istəyiriksə davam edirik. Amma başlanğıc nöqtədir. Onun heç bir ölçüsü yoxdur. Nə eni, nə dərinliyi, nə hündürlüyü, heç bir şey. Sadəcə başlanğıc. Bu qədərdir. Bizim qəlbimiz böyük bir istəkdir. Ölçüsü çox böyük olan, bütün reallığı əhatə edə biləcək qədər böyük bir istək. Bu, nə dərk edə biliriksə, anlaya biliriksə, aça biliriksə, bütün bunlar bizim qəlbimizdədir. Bu, maddi olmayan bir anlayışdır. Maddi qəlb sadəcə bir əzələdir. O daim yığılaraq bütün bədənə qan vurur. Amma qəlb və qəlbdəki nöqtə vasitəsilə biz həqiqi reallığı dərk etməyə başlayırıq. Qəlb, Kabala elminə görə insanın bütün istəkləri deməkdir. Tamamilə hamısı, 0-dan 100%-ə qədər, bütün gücü ilə və bütün formaları ilə. Pis, yaxşı, hamısı qəlbdədir. Və bu istəklərin içində qəlbdəki nöqtə var. Qəlbdəki nöqtə çox uca bir şeylə bağlıdır. Və bu, Yaradan adlanır. Qəlbi də yaradan odur. Və insan
bütün reallığı qəlbi vasitəsilə hiss edir. Qəlbdəki nöqtə vasitəsilə insan Yaradanı hiss etməyə, onunla əlaqəyə gəlməyə başlaya bilər. Buna görə bizim üçün vacib olan qəlbdəki nöqtəni açmaqdır. Və onun vasitəsilə Yaradanın yaratdığı bütün qəlbi açmaq. Və biz bu vasitə ilə anlaya və dərk edə biləcəyik. Yaradan bunu niyə etdi? Hansı səbəblə etdi? Və yolda onu dərk edəcəyik, onun nə etdiyini, necə etdiyini, bizdə nə yaratdığını və biz ona cavab olaraq nə edə bilərik? Ora. Niyə bəzi insanlarda bu nöqtə oyanır, bəzilərində isə yox? Rav Lightman. Bunun dəqiq, aydın bir cavabı yoxdur. Çünki bunun üçün biz bütün ruhların birliyinə baxmalıyıq. Yəni, bütün bu qəlblərə və onların qəlbdəki nöqtələrinə. Ancaq o zaman biz hər birinin yolunu anlaya bilərik. Niyə biri buna yaxınlaşır, digəri isə yox? Və niyə bununla yanaşı bəşəriyyətin və insanın həyatında, insan qruplarında bu cür dəyişikliklər baş verir? Bunların hamısını izah etmək olar. Amma hər halda bu ali idarəyə, ali nəzarətə aiddir. Yaradan bütün ümumi istəklərin hissələrini, ümumi qəlbi, hansı ki parçalanıb və ona zid formada yerləşir, necə islah edir və onları tədricən birləşməyə və islah olunmağa gətirir. Ora. Bu nöqtəni götürək. İnsan onu inkişaf etdirsə, maksimum səviyyəyə qədər, təsvir edin, o maksimum inkişaf səviyyəsinə çatıb, bu zaman o nə hiss edir, nə baş verir? Bu nöqtə özünün maksimum inkişafında nə yaşayır? Rav Lightman. Qəlbdəki nöqtə daim Yaradanla əlaqədədir və insana lazım olan onun Yaradanla əlaqəsini açmaqdır və bu əlaqəni o qədər açmalıdır ki, bu əlaqə kanala çevrilsin. Və o, bu kanal vasitəsilə Yaradanla qarşılıqlı əlaqədə olacaq. Onunla diyaloqda olacaq. Onu hiss edəcək. O qədər bağlı olacaq ki, Yaradanın ayrılmaz hissəsinə çevriləcək. Buna görə də bu nöqtə çox vacibdir və qəlbdəki nöqtədən başqa bir şey, əvvəlcədən islah olunmamış istəklərin formalarıdır. Amma insan onları islah edə bilər. Tədricən, müəyyən bir ardıcıllıqla və bu yolla Yaradanla əlaqəsini genişləndirər. Qəlbdəki nöqtə bütün qəlbə qədər genişlənər və bu yolla insan özünü o səviyyəyə qaldırır ki, Yaradanla çox yaxınlaşır. Nəhayət ona bənzər olur və adam adlanır. Yəni, Yaradan kimi olan insan. Oren, bu nöqtə vasitəsilə mən Yaradan kimi ola bilərəm. Siz bunu demək istədiniz? Rav, əlbəttə, bu bizim məqsədimizdir. Hər kəs buna gəlməlidir. Bəs Yaradan kimi olmaq nə deməkdir? Mən necə bir insan olacağam? Biz əvvəlcədən xüsusi bir hazırlıq vasitəsilə Yaradanın əksinə olan formada yaranmışıq. Yaradan insanı əvvəlcə özünə bənzər yaradıb, sonra isə bu bənzərliyin bütün formalarını sındırıb ki, biz özümüzü əks formadan anlaya bilək. Və biz
iki formanın içindən birincisi yaradanın əksi olan forma, ikincisi isə tədricən islah olaraq ona yaxınlaşan forma. Bu ikisinin içindən ali qüvvənin, yaradanın bütün mahiyyətini anlaya bilək. Ona görə də o, yaradan Bore adlanır. Bore, gəl və gör. Yəni biz ona yaxınlaşarkən əks formadan, uzaqlıqdan gəlirik və tədricən ona bənzər oluruq. Orun, bəs belə olmaq nə deməkdir? Duyğu baxımından, his baxımından. Rav Lightman, o deməkdir ki, insan xeyirxah və xeyir verən olur, tam onun kimi. Orun, mən başa düşdüm ki, Kabala elmi deyir ki, insanın ətrafında olan insanlar çox vacibdir. Qəlbdəki nöqtənin inkişafı üçün. Bu niyə belədir? Rav Lightman. Bu eyni şeydir. Mən öz qəlbimi islah etdiyim dərəcədə mənim qəlbim bütün istəklərimin, meylimin, fikirlərimin mərkəzidir. Mən bunların hamısını islah etsəm, onların başqasına sevgiyə yönəldirəm. Bunun nəticəsində mən hiss etməyə başlayıram nə qədər mən yaradan kimi oluram. Və buna görə də bu hərəkətlə mən insan adlanıram, ali olana bənzər. Orun, təəssüf ki, vaxtımız sona yaxınlaşır, artıq bitir. Mən istəyirəm ki, nəticə çıxaraq. Mən çox təsirləndim sizin bu dediklərinizdən. Mənə bir nəticə verin, yekun. Qəlbdəki nöqtə nədir? Rav Lightman. Qəlbdəki nöqtə bu o nöqtədir ki, onun heç bir ölçüsü yoxdur. Nə eni, nə dərinliyi, nə hündürlüyü, heç bir tərəfi yoxdur. Bu sadəcə yaradanla əlaqə nöqtəsidir. Əgər biz yalnız bu nöqtədə qalmaq istəsək və başqa heç nə, ancaq yaradanla əlaqədə olmaq istəsək, tədricən açmağa başlayırıq ki, bizdə heç nə yoxdur. Və biz heç nə istəmirik. Bu əlaqə nöqtəsindən başqa bizə heç nə lazım deyil. O zaman bu nöqtə vasitəsilə yaradanın bütün mahiyyətini açmağa başlayırıq. Biz açmağa başlayırıq ki, əslində biz böyük bir okeandayıq. Yaradanın bizə olan münasibətinin okeanında, hisslərin içində və o yalnız bizə görə mövcuddur. Hər şeyi edir, hər şeyi icra edir və bütün bunlar bizə yalnız bu ölçüsüz nöqtə, əlaqə nöqtəsi vasitəsilə gəlir. Bu yalnız bir nöqtədir, iynənin ucunda deyilən kimi. Məhz belə. Əgər biz bu formada yaradanla əlaqə qurmaq istəsək və bundan artıq heç bir şey istəməsək, o zaman bu iynə ucu vasitəsilə biz o vəziyyətə gəlirik ki, bizə ali dolğunluğun, müdriklüyün çox böyük kanalları açılır. Həmçinin biz sonsuz bir mənbəyə çevrilirik. Çox sağ olun, çox sağ olun, Rav Lightman. Hamımız bu yolda böyük uğurlar qazanacağıq. Hamımız sonsuz sevgi dənizinə baş vuracağıq. Amin. Çox sağ olun. Bizimlə Kabala elminin əsas anlayışları qəlbdəki nöqtə mövzusundakı verilişdə olduğunuz üçün salamat qalın.